Möminlərin əmiri İmam Əli əleyhissalam buyurur, tövbənin ən üstünü o tövbədir ki, günahı tərk etmək və ona qarşı nifrət hissini özündə yaratmaq. Və həmçinin qəti şəkildə qeyd eləyəsən ki, mən bir də bu günaha qayıtmayacağam. Təbii olaraq günah edəndə insanlar bəzən Allahdan naümid olurlar. Bəli. Doğrudur, insan öz günahını kiçik saymamalıdır. Həzrət Əli əleyhissalam buyurur ki, ən böyük günah odur ki, sahib onu kiçik sayır. Lakin burada bir məqam vardır. Allahın rəhmətindən insan naümid olmamalıdır. Qorxu və qayıdış. Allaha tərəf qorxu və qayıdış bir yerdə olmalıdır. Yəni Allahdan qorxmalısan, tövbə eləməlisən, günah eləməməlisən və bir tərəfdən də Allahdan naümid olmamalısan. Mövlana Cəlaləddin Rumi günahı öz məsnəvisində belə bir tərif eləyir. Köpük dənizin üzərində olsa da, ola bilər ki, köpük dənizin üzərini örtsün, lakin o həmişə dənizdir. Sənin günahın bir köpük kimidir və o günahı at kənara, dənizin fikrində ol. Yəni günah etsən də o günahın fikrində qalma. Bəli. Həmin dəqiqə tövbəyə yönəl.